bu müqəddəs bayram günündə ölkəmizin prezidenti, rəhbərimiz İlham Əliyev üçün dualar edirik. Rəhbərimizi qoru. Ey qüdrətli Rəbbimiz, bu vətəni ona əmanət etmisən. Qorumaqda ona güc ver. Həmişə müvəffəq eylə. Başını hər zaman uca eylə. Ey Rəbbimiz, sən bizləri də sədaqətli və vicdanlı vətəndaşlar olmağı, hər zaman bir olmağı, bərabər olmağı və rəhbərimizin yanında həmişə dayanmağı nəsib eylə. Ey Rəbbimiz, səndən istəyirik. Bu vətən üçün ömrünü sərf etmiş, Azərbaycanın dirçəlişi, qüdrəti, sabahı üçün çalışan ümumi liderimiz mərhum Heydər Əliyev ruhunu rəhmətlə şad eylə. Onun ömrü bu xalqın tarixi idi. Onun mübarizəsi bu millətin yüksəlişi idi. Əli xalqın üstündə dayaq oldu. Ey Rəbbimiz, ruhunu şad eylə, məqamını uca eylə. Sənə dualar edirik. Ey Rəbbimiz, bu mübarək Qurban bayramında səndən istəyirik. Xalqımızı qoru ey Rəbbimiz. Torpağımıza bərəkət, evlərimizə hüzur, ürəklərimizə iman, ümid ver. Ey Rəbbimiz, sən bizim bu gözəl vətənimizi qoru. Düşmənlərin hilələrindən üçrəngi bayrağımız həmişə yüksəklərə dalğalansın. Ey Rəbbimiz, xalqımızın birliyini pozmaq istəyənlərə fürsət vermə. Bizə nifaq salmaq istəyənlərin yollarını bağla. Yurdumuza bərəkət, könüllərimizə mərhəmət, millətimizə sabitlik və daimi sevgi toxumları bəxş eylə Allahım. Ey Rəbbimiz, bu xalqımız hər zaman səni buyruqlarını sevib, sənin rəsulunu sevib, sənin əhl-i beytini sevib, sahabilərini sevib. Ey Rəbbimiz, hər zaman mərd olub, bütün sınaqlardan, çətinlərdən keçib. Ey Rəbbimiz, bizim bu xalqımızı qoru, istəklərimizi qəbul eylə, sən duaları eşidənsən, qəbul edənsən. Amin, amin, amin.